Bu ilin yanvar-noyabr aylarında Azərbaycana 1 milyard 998,85 milyon dollar dəyərində 104.404 ədəd müxtəlif təyinatlı avtomobil ixal olunub. Yenavaz.com-un açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablamaya görə, ötən ilin eyni dövrü ilə müqayisədə avtomobil ixalı 25,9% və ya 21.478 ədəd artıb. Qeyd edək ki, ötən ilin ilk 11 ayında ölkəyə 82.926 ədəd və ya 1 milyard 673,2 milyon dollar dəyərində avtomobil ixal edilib. Bu ilin ilk 11 ayında ixal olunan bir ədəd avtomobilin orta gömrük dəyəri 19.145 dollar təşkil edib. Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə hər bir avtomobilin orta gömrük dəyəri 20.177 dollar olub. Rəqəmlərdən də göründüyü kimi bir ədəd avtomobilin orta gömrük dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 5,1% və ya 1032 dollar azalıb. Artım əsasən daxili yanma mühərriki ilə yanaşı elektrik mühərriki olan hibrid avtomobillərin ixalında müşahidə olunub. Belə ki, bu ilin yanvar-noyabr aylarında ölkəyə 58.471 ədəd hibrid avtomobil gətirilib. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici cəmi 22.654 ədəd olub. Yəni təxminən 2 dəfədən çox artım qeydə alınıb. Tam elektrikli avtomobillərin ixalında isə kəskin azalma müşahidə olunub. Belə ki, bu göstərici ötən ilin ilk 11 ayında 2871 ədəd olduğu halda bu ilin ilk 11 ayında 1861 ədədə düşüb.